Bismillahirrahmanirrahim. Bugünkü sualımız çox mühüm sualdır və insanlarımızın çoxsun əlaqədar eləyən sualdır. Sual domino haqqındadır. Sual verən deyir ki, telefonda domino proqramları çıxıb, telefonda domino oynamağın hökmü nədir? Cavab belədir. Diqqət eləyək cavaba. Bu oyun qumar oyunudur. Bu oyun qumar xarakterlidir. Təbii ki, mərclə oynanması haramdır və həmçinin ehtiyat vacibə əsasən mərcsiz də, pul qoymadan da adi vaxt keçirtmək üçün də oynanması caiz deyil. Bu şəkildə də oynanması haramdır. İndi yaxşı, mən çayxanada, evdə domino daşları ilə oynadığım təqdirdə haramdır. Birdən telefonda oynasam necə? Proqramda oynasam necə? Kompüterdə oynasam necə? Həmçinin telefonda oynamaqla xarici domino daşları ilə oynamaqda heç bir fərq yoxdur. Yəni telefonda da oynamaq, proqramda da oynamaq haramdır. Diqqət eləyək, ümumiyyətlə belə bir qayda var ki, ümumiyyətlə bütün qumar oyunları hesab edilən, qumar aləti hesab edilən oyunları oynamaq istər xaricdə olsun, istər kompüterdə olsun, telefonda olsun, proqramda olsun, caiz deyil. Onların arasında fərq yoxdur. Elhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.